Azərbaycan qadınları nə üçün qadın olaraq reallaşa bilmirlər? Təəssüf ki, bizim dilimizdə kifayət qədər inkişaf olunma kitabları, məlumatları, məlumat mənbələri çox azdır və hələ indi bu dəbə düşür. İndi sizin kimi fəaliyyət edən təşkilatlar, insanlar, kimlər istəyir insanları maarifləndirmək, hələ indi bunlar başlayır. Və bu indi biz hamımız çox böyük bir iş görürük əslində. Gələcək üçün, Azərbaycanın gələcəyi üçün, Azərbaycan qadınların gələcəyi üçün və bu çox önəmlidir. Çünki inkişaf olunan zaman səhv bir düşüncə yaranır inkişafla bağlı. Sanki inkişaf bu açıq-saçıq geyinməkdir, bu gecələr gəzməkdir, bu klublara getməkdir, bu gündə bir insanla görüşməkdir, bu hansısa açıq münasibətdir. Amma əslində inkişaf bu deməkdir ki, mən bu gün dünənkindən daha ağıllıyam, daha faydalıyam, daha bacarıqlıyam və bilirəm mən öz həyatımda hara gedirəm, nə etmək istəyirəm, münasibət qururamsa, dəqiq bilirəm mən nə üçün bu münasibəti qururam. Mən bunu boşluqlarımın içindən yox, mən bunu hansısa axtarışlarımın içindən yox, mən bunu öz səmimiyyətimin, öz xoşbəxtliyimin içindən qururam. Yalnız bu zaman biz sağlam, düzgün, özümüz üçün düzgün münasibət qura bilərik, ailələr qura bilərik, işlər qura bilərik və həyatımız bitəndə hiss edə bilərik ki, mən bu həyatı boşa yaşamamışam.